Axırıncı videomda Vahabilərin Azərbaycana gəldiyi və Sünni Şiə arasında nifaq saldığı barəsində danışdım. Bu da təbii ki, Vahabilərin xoşuna gəlmədi və yenə də bəziləri öz həqiqi simasını ortaya qoyaraq təhqirlər yazdı. Mənim bundan işim yoxdur. Ancaq bir çoxları tohid deyə biz gəldik pir ziyarətinin qarşısını aldıq dedilər. Nə olardı ki, bunlar kitabı açıb bir balaca tarix oxuyardılar. Əgər oxusaydılar, bilərdilər ki, İslam tarixində qurulmuş ilk pir Peyğəmbərin müqəddəs qəbri idi. Necə izah eləyim? Ümumiyyətlə pir bir Allah övliyasının dünyasını dəyişdikdən sonra onun qəbri üzərində tikilən türbəyə deyilir və insanlar ora gəlib təvəssül edirlər, şəfaət umurlar. Eyni Peyğəmbər dünyasını dəyişəndən sonra səhabələrin etdiyi kimi Allah Rəsulu dünyasını dəyişəndən sonra Həzrətin mübarək bədənini onun evində, yəni bir tikilinin altında bastırdılar. Və səhabələr də hər dəfə bir hacətləri olanda, sıxıntıları olanda həmin evə gələrək, yəni həmin türbəyə gələrək Peyğəmbərə təvəssül edirdilər. Yaxşı, bəs bunların Peyğəmbərlə, Allah övliyası ilə problemi nədir? Bunların problemi ağalarının, yəni Muhammed İbni Abdülvahabin dediyi sözdür. Bilirsiniz nə deyib? Deyib ki, mənim əlimdə olan bu əsa Peyğəmbərin cənazəsindən üstündür. Çünki mənim bu əsamda mənə fayda var, amma Peyğəmbərin cənazəsindən mənə fayda yoxdur. Belə bir sözü deyən adamın ardıcıllarından pirə, Allah övliyasına hörmət gözləmək olar. Onlar əslində şirkin qabağında dayanmırlar. Əslində Peyğəmbəri hörmətdən salırlar. Onlar səhabələri sevirik deyirlər, ancaq səhabələrin belə etdiyi işi şirk olaraq təqdim edirlər. Bunu mən demirəm, amma bunu öz kitabları deyir. Ən azından gedib həmin kitabları oxusunlar.